haqsız cərimələrdən yorulmusunuz. Bu izahlı bələdçidə büdcənizi və hüquqlarınızı necə qoruya biləcəyinizi birlikdə kəşf edəcəyik. Təsəvvür edin, yerə atılan kiçik bir zibil və ya siqaret sizə anında 50 manata başa gələ bilər. Bəs inzibati xəta nədir? Sadə dillə desək, cinayət sayılmayan, amma qanunu pozan qanunsuz bir hərəkətdir. Yaxşı xəbər odur ki, qanun qarşısında hər kəs bərabərdir. Ədalət və insan hüquqları həmişə qorunur. Yəni, günahınız sübuta yetirilməyincə tamamilə günahsızsınız və ən əsası, öz günahsızlığınızı sübut etmək məcburiyyətində deyilsiniz. Təbii ki, cərimələr fərqlənir. Adi vətəndaşla böyük bir şirkətin ödəyəcəyi məbləğ heç vaxt eyni ola bilməz. Cəzalar təkcə pulla ölçülmür. Bəzən kiçik bir xəbərdarlıqla canınızı qurtara, bəzən də ictimai işlərə cəlb oluna bilərsiniz. Yaxşı, bəs proses necə gedir? Xətanın aşkarlanmasından tutmuş, yekun qərara qədər dəqiq və aydın mərhələlər var. Diqqətli olun. Çox vaxt kameralar insan müdaxiləsi olmadan saniyələr içində xətanızı qeydə alıb qərar çıxarır. Cəriməni ödəməyə gecikdirsəniz, nə olacaq? Düz 30 gündən sonra hər gün üçün 1% əlavə hesablanacaq. Cəriməni görməzdən gəlmək əsl faciədir. Bu həm cibinizə ziyan vurur, həm də sürücülük hüququnuzu əlinizdən ala bilər. 20. Bu sehirli rəqəmi heç vaxt unutmayın. Qərar aldıqdan sonra şikayət etmək üçün düz 20 gününüz var. Zərmə ilə razı deyilsinizsə, susmayın. Həmin o 20 gün ərzində rəsmi şikayət edərək müdafiə hüququnuzdan istifadə edin. Ən maraqlısı isə budur. Şikayət edəndə qurumlar iddialarınızı yoxlamaq üçün mütləq şəkildə video kameralara təkrar baxmalıdırlar. Əslində, bu cərimələrin əsas məqsədi sizi cəzalandırmaq deyil. Əsas hədəf maarifləndirmək və yeni xətaların qarşısını almaqdır. Hüquqlarınızı bilmək ən güclü silahınızdır. Bəs siz haqsız bir cərimə ilə üzləşsəniz, cüzdanınızı necə qoruyacaqsınız?